Əvvəllər ideal hesab edilən 120-80 təzyiq ölçüsü bəzi insanlar üçün təhlükəli ola bilər. Bunu kardioloq İrina Vasilyeva bildirib. O, kimin risk altında olduğunu və bu cür göstəricilərlə dərmana ehtiyacı olduğunu izah edib. Həkimin sözlərinə görə, son araşdırmalara görə 115-75-dən başlayaraq qan təzyiqi hər 20-10 mmHg artması ilə ürək-damar xəstəliklərindən ölüm riski 2 dəfə artır. O deyib ki, buna görə də Avropa ölkələrində 120-70-dən aşağı göstəricilər normal hesab olunur. Vasilyeva xəbərdarlıq edib ki, qan təzyiqi 120-70 ilə 139-89 arasında olan insanlar ürək-damar risklərini qiymətləndirməlidirlər. Bir insanın işemik ürək xəstəliyi, ağır böyrək patologiyası və ya diabeti varsa, bu cür qan təzyiqi göstəriciləri ilə ona dərman müalicəsi təyin edilə bilər.